Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyünün qorunması ilə bağlı bəyanatı ilə razı olmadığını bildirib. O, Kommersanta müsahibəsində 2 il əvvəl Tokayevin Ukraynadakı müharibə ilə bağlı cəsarətli çıxışına indi cavab verib. Lavrovun sözlərinə görə Qazaxıstan prezidenti BMT nizamnaməsinin yalnız bir prinsipinə əsas götürür. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin bu çıxışı yadımdadır. Onunla razı deyiləm. Onun üçün yalnız ərazi bütövlüyü hüququ var. Mən ona dedim ki, əgər Qazaxıstan BMT-nin üzvüdürsə, onda onlar təşkilatın nizamnaməsinə bütövlükdə hörmət etməlidirlər. Sergey Lavrov bildirib ki, BMT nizamnaməsi insanların öz müqəddəratını təyin etmək hüququndan da bəhs edir. Hökumətlərin öz ölkəsinin ərazisində bütün insanları təmsil edən dövlətlərdə ərazi bütövlüyünə hörmət edilir. Lavrov mövcud Ukrayna hakimiyyətinin Donbas və Krım maraqlarını təmsil etmədiyini iddia edib. Həmçinin Ukraynanı Donbas və Odessada hansısa qəddarlıqlar törətməkdə ittiham edib.